Ekran yüklenmiştir. Hı. Heh, onlar Ammarov yerine qalmışdıq. Səsim gəlirdi mənim yəqin ki. Meetingi də başlatdım. Deməli, biz istehsal əməliyyatında qalmışdıq ən son. Başlama bitmə tarixi təyin edirdik. Başlama bitmə tarixini verdi, son tarixi, başlama tarixi və son tarixi verdi. Bu üçüncü bir tarix var, bu sizi çaşdıra bilər. Bu normal istehsal əməliyyatının yazılma tarixidir. Saat neçədə və ya nə vaxt yazıldığıdır, və ya ayın tarixində. Ola bilər istehsalı siz bu günləri yazasınız, amma əməliyyat bu gün başlamasın, yəni bir həftə sonra başlasın. Orada da başlama tarixini bir həftə sonra qoyasınız təbii ki. Ondan sonra burada rəhbər var, təyinatçı usta var. Əgər varsa hər hansı bir rəhbər, təyinatçı və ya usta təyin edə bilərsiniz ki, bu işin başında filan kəsdir. Ki, sabahları hesabatda izləyəndə hər hansı bir əksilik və yaxud da nəsə bir e, ekstremal bir şərait, force majeure hal olanda ondan gedib soruşasınız ki, nə baş verir. Yəni bu həmin istehsal əməliyyatına kim nəzarət etdiyidir. Ondan sonra biz aşağıda heç bir əməliyyat eləmirik, hər hansı bir mal dəyişdirmirik və yaxud da silmirik. Normal istehsala faza seçdik, statusunu başladı elədik, başlama bitmə tarihi verdik və müqavilləşməyə quş qoymasaq da olar. Zaten sistem özü quş qoyacaq, əgər başladı statusundadirsə. Və bunu yaddaşa veririk. Yaddaşa verəndən sonra və gördüyünüz kimi burada istehsal avtomatik müqavilləşmə ilə düşür. İstehsalın qiyməti formalaşır. Yəni bu maya qiyməti 5 manat. Maksimanın, çünki biz maksimanı alış etmişdik və alış qiyməti səhv eləmirəmsə 5 manat idi. Bəli, 5 manat idi. Əməliyyat zamanı da bunu yer tapır ki, 5 manatdan istifadə olundu. Bir ədəd xammal anbarından istifadə olundu. E, və burada istehsala gedən məhsul gilas geontretin maya dəyəri var 80 manat. İndi siz deyə bilərsiniz ki, 5 manat hara, 80 manat hara, bu necə formalaşıb gəlib düşüb bura. İndi onu araşdırmağımız üçün biz məcbur ki, istehsal tapşırığını edib çıxmalıyıq. Dilim dolaşdı. Hə. İstehsal tapşırığının içində artıq detallı olaraq biz servis məbləği nə qədər olub, hammal məbləği nə qədər olub, ümumi məbləğ nə qədərdir və qiymət nə qədər təyin olunub. Çünki biz burada daxili xidmət təyin etmişik ki, 5 manat, 5 nəfər 15 manatdan 75 manatlıq bir servisim var, gilas kontrat üçün, kontrat üçün və ondan əlavə də bir dənə xam malımız var 5 manatlıq. Və bu sizin mayavızı çıxartdı ki, gilas geontretin, bir gilas geontretin istehsalı 80 manata gəlib başa çıxır. İndi məbləğlər sizə biraz belə absurd gələ bilər, 80-90 manat, amma bu test olduğu üçün bu formada yazdır. Yəni normalda bəlkə də daha heç 1 manat 2 manatlıq bir şeydir. Sonra test olduğu üçün məbləğləri biraz mən nə gəldi yazıram. Ona görə formadadır. Normalda istehsal əməliyyatı yazıldı. Prosesi izləmək üçün məhsul hesabatı var və yaxud da istehsalın öz hesabatı var. İstehsal hesabatı deyə bir şey var burada. İstehsal hesabatına girsək, burada gilas geometrik görürsüz. Miqdarı bir ədəd istehsala verilib. Qiymət 80 manatdan mərkəzi ambarda və status var burada. Statusu hələ ki başladıdadır. Yəni bu başladı o deməkdir ki, bu bitdi olmayıb və bu mal ambarımızda yoxdur hal-hazırda. Çünki istehsal bitməlidir ki, siz bunu oradan götürüb ambarımıza qoyasınız. Ona görə də hələ ki ambarda yoxdur bu maldan. E, ona görə başladı statusunda qalıb. Biz gedib bunun içində xam mal sərf hesabatı var burada. Hansı xam malların istifadə olunduğunu görə bilərik. Baxın, gilas burada belə açıq bunu. Bu digər qaymələr də bizdən qabaq yazılan. Baca sıfırlanıb veriləcək sizə zaten. Narahat olmayın, bunların heç biri olmayacaq orada. Sadəcə bu sizdən qabaq yazılan bir qaymələrdir. Mən yazmışam hamısından test məqsədi ilə. Gilas geometrid bu tarixdə məhsulun kodudur, məhsulun adı, miqdarı nə qədər olub, məhsulun qiyməti nə qədərdir. Xam malın kodudur, xam malın adıdır. Maksimal istifadə olunub bir ədəd 5 manatdan. Hansı ambarda? Mərkəzi ambarda. Siz əgər gilas geometridin içinə, bu məhsulun içinə bir neçə məhsul istifadə olunmuş olsaydı, yəni istehsal tapşırığının içində burada bir ədəd gilas maksimum deyil də, burada maksimaldan əlavə başqa bir məhsullar da olmuş olsaydı, avtomatik xam mal sərf hesabatında bu gilas geometrid 3 dəfə sıralanır aşağı-aşağı. Qabağında birini gilas geometrid maksima, birini gilas geometrid başqa bir şey, digərində başqa bir şey olacaqdır. Hərəsinin də qiyməti özünə uyğun formalaşacaqdır orada. Bu bizim xam mal sərf hesabatıdır.
Burada xammal sərf hesabatında istəyinizə uyğun olaraq bir filtr bura qoya bilərik, yerləşdirə bilərik. Misal olaraq mala görə filtr ola bilər, ambara görə filtr ola bilər, fazaya görə filtr ola bilər, istəyirsinizsə əgər tarixə görə zaten filtr var burada, istehsalın tarixinə görə. Və yaxud da xammal özünə görə də filtr qoya bilərik. Yəni bu sizin artıq istəyinizdən asılı olan bir şeydir. İstehsal hesabatında da normalda giririk. Burada filtrləri mən artırmışam. Ambar var, kod var, faza var. Ambara görə filtr verə bilərsiniz. Məhsulun koduna görə və fazaya görə filtr verə bilərsiniz. İstəsəz burada başladı yazsaq ancaq başladılar çıxacaq. Bitdi yazsanız bitməyi çıxacaq. Yəni sütunların özlərinə də qarış vermək kimi şansınız var. Bir də burada resep fərqi hesabatı deyə bir şey var. Resep fərqi hesabatı nədir? Resep fərqi hal-hazırda yəqin ki bir dənə telefon üçün çıxır. Esse fərqi nədir? Biz əslində keçən dərsdə bunu izah eləmişdik. Sadəcə Tural bəy üçün bir də üstündən keçim. Ki, dərsin videosunu mən göndərəcəm sizə. Artıq digər dərslərimizdə biz istehsalla siz qayma yazarsınız, mən izləyərəm. Necə bilmən xanımlara mal material maliyyə bölməsini izah eləyərəm. Sayı zaten sizdə yoxdur, kredit yoxdur, loqomu da yoxdur. Digər bölmələrin təliminə başlayarıq. Yəqin ki, bu ay daxil olmaqla kodda da zaten bilmirəm indi işləyəsiz, işləməyəsiz. Belə mən Tuğba bəy, mən geri dönüş eləyərsiniz, hansı günlər istirahətdəsinizsə, həmən günləri narahat eləməyim. Digər istirahət olmayan günləri əlaqə saxlayaq ki, təlimi həm sürətləndirək, həm də ki, maksimum verimliliyi ala biləsiniz deyə. Resept fərqi hesabatı deyə bir şey var. Resept fərqi nədir? Tutalım ki, siz istehsal prosesi zamanı istehsal tapşırığı yazmısınız, düzdür? Daha doğrusu əslində xam mallarda qabaqca təyin etmişsiniz ki, bizim gilas geometride istifadə istehsal olunması üçün bir ədəd maksimaya ehtiyacımız var. Okeydir də burası. Sistem özü avtomatik gedib təyin edir ki, siz bir ədəd maksimum istifadə edəsiniz. Tutalım ki, siz istehsal prosesi davam edir, da lazım. Düzdür, heç bir bitdi statusu qoyulmayıb. Başlatdı qalıb hələ ki. Davam edən vaxtda siz gilas geometri maksimadan bir ədəd yox, iki dəfə istifadə etmək məcburiyyətində qalmısınız. Ola bilər biri itkiyə gedib, ya biri itib, ya əlindən düşüb nəsə olub. Yəni bu kimi hallar ola bilər. Yəni itkiyə gedib də belə deyim sizə. İki ədəd elədim, yaddaşa verdim. Düzdür, avtomatik qiymətdə dəyişdi. Burada 85 manat, çünki bu 10 manat elədi. Yəni qiyməti 85 manata gəlib çıxdı. Verisiya fərqində biz hesabla vursaq, ki, bu hər halda çıxartmayacaq, çünki istehsal bitməyib. İstehsal bitəndə göstərəcəm indi. Gəlib bir dənə istehsalımızı biz bitirək. Eyni qayda burada bir yenileme gedir. Qiymət 10 manat olur. Avtomatik yəni bunu biz eləmirik. Sistem özü eləyir bunu. Bunu bitirirsək maksimadan bir ədəd yoxdur deyir bizə. Maksimum xam mal anbarında böyük ehtimal istifadə olunmur. Dəqiqə. Mal alışı. Yəni maksimum miqdarını hələ ki eləyin. Çünki orada mən miqdarını dəyişdirdim. Miqdarı dəyişdiyi üçün bir ədəd artıq miqdar göstərir və ona görə də hata verir sistem. Və miqdarı da 2 ədəd elədik. Burada da 2 ədəddir. Hal-hazırda anbarımızda, stokumuzda var. Bunu yaddaşa verdik. Təbii ki, status bitdiyini yaddaşa veririk. Hal-hazırda internet zəifliyindən dolayı formadadır. Server resursunu, aşağıda server resursunu demişəm, artıracaqlar. İstehsal tapşırığı, miqdarı, qiyməti, xammalı falan bunlarımızı oturdu öz yerinə bunlar heç. Birinci bizim izləməli olduğumuz resept fərqidir. Resept fərqi gilas geometretin istehsal zamanı, baxın, normativ miqdar bir ədəd idi, normativ məbləğ 5 manat idi. Niyə görə? Çünki biz bunu xammalara təyin etmişik ki, bu məhsula bir dənə maksimum istifadə olunur. Bir ədəd və normativ bir ədəd məhsulun qiyməti 5 manatdansa 5 manat eləyir. Yəni 2 ədəd olsa 10 manat eləyər. Və resept fərqi bizə çıxardır ki, siz normativ miqdarı aşmısınız və faktiki miqdar 2 ədəddir və faktiki məbləğiniz 10 manatdır. Yəni siz burada 5 manatlıq artıq bir miqdar istifadə eləmişsiniz. Bunun səbəbi nədir? Siz dövr ərzində, məsələn, aylıq olaraq, illik olaraq girib resept fərqinə baxsınız, görərsiniz ki, mən planda tutmuşdum ki, maksimadan 100 ədəd istifadə edeyim və 100 ədəd istifadə nəticəsində 500 dənə məhsul əmələ gətirəcəkdim. Hə? Amma mən elə gətirdi ki, resept fərqində 100 ədəd yox, 500 dənə məhsul istifadə etmişəm. Yəni bu 400 dənə məhsul niyə görə artıq istifadə olunub? Səbəb nədir? Onun üçün də siz burada girib hesabatda izləsəz görərsiniz ki, 400 dənə məhsul artıq istifadə olunub. Onun ki, adı sizin işinizdir, yəni o araşdırması falan şeydir.
Ki bu niyə biz bunu həqiqətən təyin eləmişik, bir dənə istifadə olmalı, sonra 5 dənə yazmısınız. Səbəb nədir? Niyə 2-yə gedib və yaxud da niyə bu 2-yə gedib? Yəni növbəti sezonlarda siz öz işinizi bir prosesini daha yaxşı, daha uyğun ölçə biləsiniz deyə ən azından normativ miqdarınız 100 ədəddən 500 dənə istifadə olunubsa, normativi qaldırıb 300 dənə edə bilərsiniz ki, yükümüz də qiymətimiz də ona görə formalaşsın. Bu bizim resept fərqi hesabatı idi. Xam mal sərf hesabatını da bitirdik. Bir dənə bizdə burada birləşmə ilə bölünmə qaldı. Bu hələ ki sizə lazım olmadığı üçün mən bunun üstə girmirəm. Çox sadə prosesdir bu da. Yəni istehsalın demək olar ikiyə bölünmüş bir hissəsidir. Yəni bir-birlərinə oxşuyur qaymələr. Normal bir dənə qısa olaraq göstərim mən sizə bunu da. Normal malın birləşməsidir və bu malın bölünməsidir. Bu birləşmədir. Misal olaraq iki dənə məhsul birləşib bir dənə məhsul əmələ gətirir. Bu da bölünmədir. Bu sizdə bilmirəm istifadə olunur ya yox. Sən bir dənə məhsul bölünüb iki dənə məhsul əmələ gətirə bilər. Sən divanla sonra burada əlaqəsiz şeylər yazılır. Padoşkadan divanla sonra olmur amma nə də olsa belə bir sənədimiz var və bunu istifadə edə bilərsiniz. Əgər işinizə yarayırsa təbii ki. Normalda yəni istəsəz onun təlimini keçə bilərəm. Sadə bir prosesdir. Sadəcə istifadə olunmadığını bildiyim üçün onun üstündə dayanmıram bəlkə. Bu bizim istehsal hissəmizdir. İstehsal hissəmizdə məncə başqa bir şey yoxdur. Sizə izah olunacaq. Çünki istehsal demək olar bundan ibarətdir. Bir də hesabatlarda xanımlar sizin birinci dəfə də gördükləri üçün belə bizim funksiyonallıqlarımız var. Hesabatları, həmçinin qaymələrin özlərini birbaşa biz burada çıxarış edə bilirik. Excel-ə və yaxud da PDF-ə çıxarış edə bilərik. Normalda Excel-i daha çox istifadə edirlər bizim müştərilər. Birbaşa Excel-ə çıxarış eləyirik. Sizdən harada yadda saxlayacağınızı soruşur. Hansı vəziyyətdə, məsələn, D diskində bir dənə papkamız ola bilər. Orada yadsa D diski yoxdur heç burada. C diskində bir dənə papkamız ola bilər, orada saxlaya bilərsiniz. Adını təyin edirsiniz. Bu normalda serverə atır bunu. Ola bilər serverdə bunu açmasın, serverdə çünki Excel yoxdur. Onu götürüb öz kompüterinizə atıb orada açıb içinə baxa bilərsiniz ki, bu nə formada bir Excel atıb. Mən üçün yəni bu gördüyünüz hesabatın birebir eynisini Excel atır belə deyim sizə. Həmçinin də qayməni ata bilərsiniz. Misal olaraq sizin şirkət rəhbəri deyib ki, mənə plan qayməni istəyirəm, gətir. Mən izləyim, baxım görüm nə var onun içində ümumiyyətlə. Onu atıb Excel-də rahatlıqla gedib göstərə bilərsiniz ki, rapor hazırlamaq üçün də, yəni falan istehsallarımız olur, falan qədər işçiyə getmişik, falan qədər məhsulumuz istehsal olunub, qurtarıb və bu qədər anbarımızda məhsul var, satışa hazırdır. Bu bizim istehsal bölməmizdir. Biz növbəti dərsdə artıq, yəni burada da eynisini eləyə bilərsiniz, çıxarış bölməsində, hə, deyəcəm, çıxarışı burada da eləyə bilərsiniz, qaymanın birbaşa özündə. Bir də aşağı hissələri izah edeyim, əgər aydın deyilsə. Aşağıda sağ tərəfdə, ən sağda sənəd yuxarı, sənəd siyahı aşağı deyə bir şey var. Gördüyünüz kimi sənəd iki hissədən ibarətdir. Bir, bu boşluğu olan hissə, hansı ki, mən qaymələrin üstünə gəzirim hal-hazırda. Bir də aşağı olan hissə. Hansı ki, mən bu qaymaya düzəliş verəndən sonra burada girib dəyişdirirəm nələrsə. Həmçinin buralarda. Bu sənəd yuxarı, siyahı aşağı odur. Sənəd yuxarını vursam, ancaq bu hissə qalır məndə. Yəni bu hissə böyümüş olur. Ha, yaxşı sənəd qayma yazıram. Bunu söndürsəm, siyahını aşağı eləsəm, ancaq siyahı hissə qalır məndə, aşağı hissə yoxa çıxmış olur. Təzədən bassam üstü, təzədən eyni vəziyyətdə qayıtmış olur. Avtonom hissə lazım deyil. Çıxarış, zaten izah elədim, Excel-dir. E, Hər hansı bir qayməni silmək istəyirsinizsə, üstünə vurub klikləyəndən sonra burada sil var. Silə vursa, sizdən soruşur ki, silməyə əminsiniz ya yox. Bu hal-hazırda bunu silməyə icazə yoxdur, çünki istehsal əməliyyatı var. Əməliyyatını göstərək biz bunu. Sonra ki 14, 15, 18 nömrəli qaymə silək. Sizdən əminsinizmi soruşur, oka vursanız avtomatik qaymə silinir. Silməkdən əlavə yaddaşa yaz var. Hər hansı bir yeni qaymə yazılan zaman sizdə burada yaddaşa yaz və imtina et açılır. Yaddaşa yazandan sonra yaddaşa yazılır, imtina etə vurursanız təzədən qayıdırsınız əvvəlki vəziyyətinizə. Kopyala var. Kopyala nədir? Tutalım ki, bu qayməni, yəni eyni istehsaldır, amma bunu bir də yazmaq istəmirsiniz də, yəni içində məhsullar var, hazırdır hər şey. Bunun kopyasını istehsal edirsiniz və kopyaya vurursanız avtomatik hər şeyin özü çıxardır burada. İçindəki məhsullarla bərabər, hər şeylə bərabər. Bir də bunu siz burada dəyişdirib tarixlərini, statusunu dəyişdirib yaddaşa verməyiniz qalır başqa heç nə. Adətən bu oxşar məhsullarda istifadə olunur. Oxşar xamalarda və ya məhsullarda. Tam ki, kamera deməyim də, misal olaraq, hə, kamera deyək. Kamera misal üçün yaratmışsınız, kameraya yoxsa başqa bir şeylər yaratmağa başlayırsınızsa, kopyala vurub burada adını dəyişdirib yarada bilərsiniz. Kopyaladan başqa düzəliş et var. Hər hansısa bir sütunun üstünə vursaz,
Sonra kamera prosesör. Bu hər yerə aid. Yəni burada üstünə vurulmuş hər yerə aiddir. Bir dənə hesabatlarda vurmaq olunur. Qalan bütün qaymələrin hamısında üstünə vurursanız onu seçmiş sayılırsınız siz. Yəni kilitləmiş sayılırsınız. Prosesorun üstünə vurub düzəliş eləsək, avtomatik qaymanın içi açılır. Biz bunları düzəliş eləyib bilib yaddaşa verə bilərik. Yenilə var. Yenilə nədir? Tutalım ki, sizdə istehsal siz məhsullar mal alışı bölməsi açıqdır sizdə və yeni bir məhsul yaradılıb, sizin məlumatınız yoxdur da bunun. Və siz o məhsul adını burada axtarışa bizə məhsul deyirlər, adını axtarışa verirsiniz, çıxmır. Onun üçün nə etməlisiniz? Onun üçün siz nə etməlisiniz? Bir dənə burada yenilə knopkasını vurursunuz ki, o adamın yaratdığı məhsul gəlib düşsün bura. Sonra yenilə knopkası vurandan sonra adını axtarış verildi, avtomatik manada çıxacaq burada. Və hesabla var. Hesabla nədir? Tamam ki, yenə də siz istehsal əməliyyatını açıq vəziyyətdə qoymusunuz və çıxıb getmişsiniz. Üç gündə yoxsunuz, dönəmsiz odirsə. Bu öz-özünə yenilənən bir sənəd deyil. Yəni burada siz gözləməyin ki, bu sənəd avtomatik yenilənsin. Bura qayma yazıldıqca, başqası qayma yazılsa bura gəlib düşsün. Yəni siz ən axırıncı 18 yazmısınızsa bu 18-də qalacaq. Ta ki yeni sənəd, yeni qayma yazana kimi. Başqası nə yazırsa istirahəti yoxdur onun. Əgər imtiyazınız varsa görürsünüz, yoxsa görmürsünüz. Əgər sənədi açıb bağlasam avtomatik düşəcək yeni qaymələr. Əgər açıb bağlamasam, açıq vəziyyətdə qalsa bu sənəd, yəni istehsal əməliyyatı burada açıq qalıbsa, bir dənə hesablaya vururuq. Hesablaya vurandan sonra bütün qaymələr hamısı gəlib düşür bura. Əgər yeni bir qaymə varsa sizin yazmadığınız. Bu aşağı hissə idi. Aşağı hissədə zaten çox bir şey yoxdur. Yuxarı hissədə də bizim qaymələr olan bölümdə burada axtarışa vermək olur. Hər hansı bir şeyi yazıb axtarışa verə bilərsiniz. Tarix hesab bilərsiniz. Misal tarix axtarışı ilə belə deyə bilərsiniz. Ayın 5-nə olan qaymələri çıxartsın ancaq. E, istəmirsinizsə təzədən çıxa vurub, üstünə vurub buradan silə bilərsiniz. Və yaxud da aşağıdan X-ə vurub filtr silə bilərsiniz. Sonra olaraq 4 nömrəli istehsal tapşırığını görmək istəyirəm. Qeydi filan olanları, məbləğ filan olanları, statusu ancaq başladı olanları görmək istəyirəm. Kimisindən biz burada fərqli-fərqli filtrlər verə bilərik və yaxud da ancaq müsabiləşmə tuşu qoyulanları və yaxud da qoyulmayanları çıxıb qoysam bütün filtrlər silinmiş olur. Yuxarı hissədə bu formadadır. Cəm sunma göstərir. Məncə ümumi sistemlə bağlı bir sol tərəfdə tarixlər var. İstehsal əməliyyatı qayməsi açıq vəziyyətdə hal-hazırda. İnterval da 2022-dən 2024-ə qədər bütün tapşırıqları göstərir. Mən bunu gəlib 2024 eləsəm və ayın 11-ci ayın 05-i eləsəm, bu ancaq bu günə aid olan qaymələri göstərəcək, keçmiş qaymələri göstərməyəcək. Mən bunu gedib keçmişə alsam, ayın 1-dən misal olaraq, ayın 1-də qaymə yox imiş. Oktyabrın 1-dən eləsək bunu, oktyabrın 1-dən bu günə kimi bütün qaymələri sıralayırıq sistem. Yəni bu bildiyimiz tarix intervalıdır. Bunu interval olaraq da verə bilirsiniz. İnterval istəmirsinizsə günlük verə bilərsiniz. Günlük istəmirsinizsə aylıq və ya illik vermək kimi şansınız var. Sol tərəfdə cədvəl hissəsinin altında avto ölçüm var, varsayılan var, kolon bəns var, cədvəlləri sıfırda da multitask var. Multitaskdan başlayaq. Multitask hər hansısa bir tutalım ki, bir neçə hesabatı açıq vəziyyətdə saxlamısınız və birindən digərinə keçid etməyə çalışırsınız. Normalda hesabatı açıq vəziyyətdə qoyanda sistem bilişir donur. Yəni donur bizim nədir? Hesabat biraz uzunsa, əgər böyük bir hesabatsa, dövriyə cədvəli kimi biraz fikirləşir sistem. Yəni 5-6 saniyə fikirləşir. Multitask'a kuş koymuşsunuz da yani bu açık vəziyyətdədirsə eğer burada. Siz hesabla vuran zaman digər bölümlərə keçid edə bilərsiniz. Yəni bir şey hesabla vurdunuz, burada qalmaq istəmirsiniz də keçib digər işlərinizi görmək istəyirsiniz. Digər hissəyə keçə bilərsiniz. Cədvəlləri sıfırla nədir? Tutalım ki, mənim əlim dəyib, burada sütunları avtomatik belə silmişəm və yaxud da nəsə olub əlim dəyib də bilmədən nəsə eləmişəm. Cədvəlləri sıfırla vursaq, bizdən soruşur silmək istəyirsən ya yox, yesə vurub 40 girsə avtomatik əvvəlki vəziyyətinə qayıdır hər şey. Yəni əvvəllər də formulda sistem defaultuna vermişdirsə o formaya qayıdır. Varsayılan bizim yenə default olaraq sistemimizdə sütunlarımızın siyahısı nə formadadırsa, yəni ardıcıllıq olaraq sənəd tarix istehsal tapşırığı o formaya qaytarır, söndürsək də bizim yenə də əvvəlki vəziyyətimizə qaytarır. Biz əvvəl necə qurmuşduqsa elə. Və bu sistemin məcbur deyil ki, sistem özü versin ölçünü. Siz özünüz təyin edə bilərsiniz. Baxın, burada belə balacalaşdıra bilərsiniz sənədi, tarixi böyüdə bilərsiniz istədiyiniz kimi, ahıra kimi istəyirsiniz, axıra kimi istəyirsiniz, axıra kimi. Yəni özünüzdən də bir dizayn burada qura bilərsiniz. Həmçinin bu aşağı hissələr də aiddir. Yəni burada da sonra kod böyütdük, kodu balaca eləyək, malın adını balaca eləyək ki, bütün sütunlar bura yerləşsin. Avto ölçüm var. Avto ölçümə vuranda bax aşağı hissəyə, yuxarı hissədə də göstərim bunu. Avtomatik bütün nə qədər sütun varsa, hamısını elə eləyir ki, biz görək. Yəni özü sistem özü müəyyən bir
düzəlişlər eləməyə çalışır orada. Tam ki aşağı hissədə baxsaq avto ölçümü söndürdüm mən, düzdür? Baxın, burada sütunlar var sağ tərəfdə. Mən görmürəm onları. Amma avto ölçümü yandırsam avtomatik bütün sütunları görə bilirəm. Amma ki biri böyükdür, biri balacadır. Amma ən azından bunu vermiş olur mənə. Və kolon bəns var. Bu kolon bəns hesabatların bəzilərində e, belə deyim sizə, pul başlıqları deyə bir şey var. Hələ ki o hissəyə gəlməmişik biz. Pul başlıqları deyə bir şey var yuxarı hissələrdə. O üstün başlıqlarını görmək istəyirsiniz və istəmirsinizsə, o kolon bənsi açıb bağlasız avtomatik sistemimizi təmin edəcək ki, yuxarı hissə olsun və yaxud da olmasın. Yəni, bu göstərdiyim hissə kolon bəns avto ölçüm varsayılan cədvəlləri sıfırlama multitask, həmçinin bu tarix funksiyonluğu sistemin hər yerində var. Demək olar, hara girirsə girin, hamısında var. Yəni mal alışına girirsə, satışa girirsə, hesabatlara girirsə, hamısında var bunlar. Bir dənə məhsullarda tarix yoxdur. Məhsullar dediyim nədir? Yəni məlumatlar olan bölmələrdə tarix olmur. Baxın, burada məlumatlar yazılıb. Yəni bu maliyyədə də keçərlidir məlumatlar, mühasibatlıqda da, həmçinin istehsalın özündə də. Bunların heç bir tarixi olmur. Tarix ancaq qaymələrdə olur, yəni sənədlərdə və hesabatlarda. Amma digər dördü, yəni beşi daha doğrusu, bütün hər şeydə var. Yəni məhsullarda, hesabatlarda, həmçinin qaymələrin özündə. İnşallah biz növbəti təlimdə tapşırıq əsasında işləyəcəyik. Mən Tural bəyə istəyərdim ki, bir tapşırıq formalaşdırsın sistemdə. E, təbii ki, mən də nəzarət edəcəm o da tapşırığı. Tapşırıq əsasında mən də baxacağam, sonra onun prosesini izləyəcəyik biz. Ki, neçə manatdan istehsal olundu, xam malı nə qədər çıxdı, hesabatlarımızı nə göstərir, daha detallı olaraq təbii ki. Və istehsal bitirəcəyik. İstehsal bitəndən sonra biz bu məhsulu sata bilirikmi, sata bilmirikmi, satsaq nə qədər mənfəət əldə edirik, sistemin bizə verdiyi orada üstünlük nədir ümumiyyətlə ki, biz orada yəni sistemin yanlışıq ümumiyyətlə bu adamlardan deyə bilərsiniz. O formada siz hesabatlarda avtomatik sistemin sizə verdiyi üstünlüklər görəndə daha da oturmuş vəziyyətdə hər şey yapılacaq. Maliyyə material bölməsində zaten Tural bəy sistemi bilir, bildiyim qədərilə en azından mal material bölməsini bilirəm, bilir. Digər hissələri mən yenə də onların haqqında dərsini keçəcəm. Mal materialına maliyyə bölməsinin dərsini ayrı-ayrılıqda. Bir dənə Tural bəy sizdən sualım var. Siz əmək haqqı modulunu dəqiqləşdirdiniz. Olacaq, olmayacaq, onun bir dənə qərarını deyin. Çünki mən onu təlimə əlavə eləməliyəm, əgər olacaqsa. Olmayacaqsa qrafikdən çıxardım onu. Ee, Yox Tərlan bəy, əmək haqqı modulu olan deyil, hələ ki. Sadəcə bir sual da verim sizə. Bu gələcək üçün məsələn istəsək onu quraşdıra biləcəksiniz də, yəni ki. Uğraşdıra bilərik, problem yoxdur. Hal-hazırda sizin sistem oxunmur quraşdırılıb. Sizin istehsal zamanını bayaq onu izah edirdim mən elə dərsdə. İstehsal zamanını işlətdiyiniz daxili xidmətlərdəki əməkdaşlar, hansı ki pul verirsiniz, müəyyən bir məvacib qarşılığında işləyirlər. Aha, Onların hamısının əmək haqqına təsir edir o. Yəni tutalım ki, adam 300 manat əmək haqqı alır, amma işləyibsə orada misalda bir 30 manat da oradan əlavə pul alır. Hal-hazırda o formada işləyir əslində. Sadəcə mən həmin əmək haqqı hissəsini sizdən yığışdıracağam deyə, yəni sistem işləməsi qalacaq qalmaqla, amma əmək haqqı modulunu yığışdıracağam deyə bundan faydalana bilməyəsiniz. Amma gələcəkdə desəz ki, əmək haqqı modulunu artıraq, problem yoxdur. Artırandan sonra təzədən əvvəlki vəziyyətinə qayıdacaq hər şey. Nə formada qurulursa qayıdacaq. yəni bizim bu əmək haqqılarımız məsələn kimi işçilərimizin əmək haqqıdır. Onlar şeyə düşəndə, maya dəyərinin üstünə gələn deyil, May dəyərin üstünə gəlir. Sadəcə gəlir. siz ayın axırında adamlara əmək haqqı hesablayırsınız. Aha. 500 manat, 300 manat və yaxud da adama borc almısınız 30 manat, 40 manat, onu gedib özünüz verəsiniz gərək. Yəni kassa xaricdən verəsiniz gərək. Əmək haqqı Aha, avtomatik düşməyəcək o. aha, aha, problem yoxdur. Hı. Hə. Yəni o, amma bizim qurduğumuzda avtomatik əmək haqqı hesablananda ayın axırında o aya aid istehsal əməliyyatı var idisə, hansı əməkdaşlarda o əməkdaşlar avtomatik bonus hesablanırdı. İndi onu əmək haqqı modulu olmayacaqsınız da kassa xaricdən də eləyə bilərsiniz yəni yenisini. Sadəcə bir dənə Aha, orada çətinlik çəkərsiniz ki, adamları gəlib əmr hesablayasınız da bonuslarını, hansı istehsallarda kimlər işləyiblərsə, onları əmr hesablamağa məcburiyyətə qalırsınız. Yəni nə vaxt indi artırsaq əmək haqqı modulunu problem yoxdur. Ondan sonra da mən dediyim qaydada işləyəcək inşallah. aha, problem yoxdur. İndi inşallah. Bir də mən xanımlara mal materialın bölməsi ilə maliyyə dərsinin, yəni hansını keçim, yoxsa hər ikisini keçim?
belə deyək də, mal materialı istəyirsinizsə, əgər məsələn mal alışıdır falan, o bizim indi xam malımız gələcək, olacaq, onları istəyirsiniz. Keçin hələlik. Hı hı. İndi maliyyə yəqin ki, hələ məndə qalacaq. O maliyyə işlərini Yəni mən siz ona görəcəm. görə mən sual verdim. Elə düz başa düşmüşəm. Ben de ona göre sual verdim ki maliyyə bölməsi çünki elə bir bölmədir ki ona yox, yəni bir nəfər işləyir də normaldır. Bütün əməkdaşların icazəsi olmur oraya giriş etməyə. Ona belə Hə, deyim, mən xanımlara mal material bölməsini izah edeyim. bəli, bəli. Siz zaten sistemi bilirsiniz, amma buna baxmayaraq bir də mən sizə belə deyim, öz bildiklərimdən, yəni öz təcrübəmdən bu formada mən istifadə edirəm, bu formada məsləhət görürəm maliyyə bölməsini. O formada da sizə bir üstündən keçərəm Hı, onu. Ki maliyyə bölməsində tamam ki bir şey bilirsiniz, ola bilər bir şey bilirsiniz amma yarımçıq bilirsiniz və yaxud da bundan bir sual altında qalıb həm o suallarınız cavablandırılsın maliyyə bölməsində, həm də ki zaten bu sistemi almısınız da bizdən, onun təlimini keçirməlidir. Mən də bunu hı, məcburi sevirəm, özümə deyə keçməliyəm onu. hı, Mühasibatlıq da sizdə bir də mən baxacağım sizin şey qayməsində mühasibatlıq bilmirəm var sizdə ya yox. Varsa da onu da mən fikirləşəm keçim. Çünki biraz mühasibatlıq yoxdur sizdə. Yox, əmək haqqı yoxdursa mühasibatlıq da yoxdur heç. hı, Dövlət cədvəli, əmək haqqı yoxdur. Hə, yoxdur. Onda nə qoymuş? Hə, sizdə olacaq istehsal modulu, maliyyə, mal material, e, kredit zaten sizdə yoxdur. Kreditdən siz aidiyyəti yoxdur. Əsas vəsait də yoxdur sizdə. Tamam, əla. İstehsalı bir dənə prosesi keçirdək biz. Növbəti həftədə bir dənə siz zəhmət olmasa mənə WhatsApp-da deyərsiniz hansı günlər işləyirsiniz, hansı günlər işləmirsiniz ki, mən narahat edə bilim sizi. E, Həmin günlərdə təlim salım, bir oturaq təlim keçək. Növbəti günlərdə istehsalın bir dənə prosesin üstündən keçəcəyik. Bir ya da iki dərslik. Ki, həm siz qayma yazasınız, həm xanımlar üçün yüz açaram, onlar qayma yazarlar. Mən hı, izləyərəm prosesini ümumiyyətlə ki, siz də bir olaraq biraz prosesi qısaldarıq da, yəni bu gün yazarıq, o biri təlimə qədər baxarıq ki, nə baş verdi. Ondan sonra artıq mən mal material bölməsini xanımlara izah eləyərəm. O da bitəndən sonra keçərəm sizlə maliyyə bölməsini. İnşallah mənim planımda var bu ay yekunlaşdırarıq yəqin ki. Əgər sizə də uyğundursa. Təbii ki, təlimlər tam hı. keçiləndən, tam keçiləndən sonra hər şey belə yerinə oturandan sonra zaten o layihədən sonraki müddətdə də biz sizə support göstərəcəyik ki, bir sualımız falan yaranmasın. Yaransa da biz cavablandırmağa çalışacağıq. Bir də sizin mənə verdiyiniz təklif var idi. Mən nəzərə aldım onu, qiymətin artımı ilə bağlı idi, səhv eləmirəmsə. Aha. Onu da yaratmışam mən sistemdə. Bizim standartda var. İndi mən onu bir dənə test mərhələsində vermişəm. Test verəsinlər. Testdən keçəndən sonra sistemi artıracağım onu. Həm toplu endirim var sizdə, həm də toplu qiymət qaldırım deyə bir şey var. Orada həm faiz olaraq, həm məbləğ olaraq siz qiyməti qaldıra bilərsiniz. Malları da Aha. biz bölmüşük. Bütün mallar üzrə, tək-tək mallar üzrə, tək-tək seçə bilərsiniz ki, ancaq bu məhsullar növ üzrə, tip üzrə. Misal olaraq növ üzrə niyə fikirləşdim mən? Ancaq siz Qəşəng. desəniz ki, hə, orada kökaltıları ancaq mən istəyirəm ki, qaldırım qiymətini o formada düşünmüşdüm mən onu. Şimdi sizə də yəqin ki, istifadə olunur. Bizdə mən o əsasən şey üçün, sistem, aqrosistem üçün istəmişdim. Orada bizdə cürbəcür əli mallar olur ki, bu tipdə mallar qalxır qiymətləri. Hə, Şey, siz bura üçün onları qalxır. istəməmisiniz onu. Yox, mən onu şey üçün, aqrosistem üçün demişdim. Hə, Ha, istəmişdim. başa düşdüm, başa düşdüm. Ha, Hə. tamam, tamam, başa düşdüm. Siz agrosistem bizim servisimizdedir, yoksa yok. Aqrosistem, Hı hı. yəni başa düşmədim. Yəni necə yəni? Bizden aylıq servis göstərir sizə. Bəli, bəli. Hə, göstərir, tamam. Tamam oldu. Deyərəm mən Nigar xanıma müəyyən bir vaxt ayırırıq, ona əlavə eləyərik funksiyaları. Aha, lap yaxşı. Hı hı. Heç nə, təlim bu qədər. İnşallah mən bir dənə videoların hamısını ayırım səliqəli. Hansı dərsdə nə keçmişik, başlıqlarını da qoyum ki, siz baxında bir də xatır. Demək olar ki, keçən dərslə bu dərs eyni oldu. Hı. Siz həm yox idiniz, həm də ki, desal biraz böyük prosesli deyə bir dərslik yola vermək istəmədim onu. İstədim iki dərs oturaq üstündə baxaq, detallı olaraq. Eybi yox, bir gün artıq təlim keçək, amma ki, bir sualımız qalmasın beynimizdə. Ona görə istehsalı bir də keçdim. Yenə də mən iki video göndərəcəm sizə. Ümumi 4 dənə videodur, 2-2 olmaq şərti ilə. Onları göndərəcəm. Oradan da baxarsınız, biliyinizi daha təkmilləşdirərsiniz. Hər hansı bir sualınız falan varsa, mənim WhatsApp-ım açıqdır zaten. Verə bilərsiniz. Mən də cavablandıraram sualınızı. Bir də mən sizə 100 açacağam. Sualda sistemə girişini verəcəm sizə. Girib baxıb belə sistemi incələyə bilərsiniz. Aha, lap yaxşı. Hı. Heç nə, bu qədər.
İnşallah növbəti təlimə qədər bir dənə zəhmət olmasa mənə istirahət günlərini yazardınız ki, mən qrafiki düzəldim onu. Neyse Bəli. xanımlar, sizin bir sualınız yoxdur Esminə xanım. Digər xanımın adını bilmirəm mən. Xeyr, çox sağ olun. Hə, tamam. Buyurun, siz sağ olun. İnşallah növbəti təlimə qədər mən də videolar göndərəcəm. Növbəti təlimdə daha da birimizi təkmilləşdirib sistemə hakim olaraq. Heç nə, bu İnşallah. qədər işiniz avand olsun. Sağ olun. Sağ olun. Çox sağ olun. Cümləmizin.